Hər vaxtınız xeyir, gözəl qızlarım. Həmişəki kimi sevinirik, xoşbaxtıq. Yoxlanışdan gəliblər və şükürlər olsun, hər şey yaxşıdır. İlk növbədə istəyirəm başlayım Aida xanımdan. 10 il sonsuzluqdan əziyyət çəkirdi və bugün çox sevinirik. 31 həftəyə çatmışıq. Çox şükür sayənizdə doktor. Yaxşı ki siz varsınız. Sizin müalicələriniz sayəsində hamilə qaldım. Yoxsa getmədiyim həkimlər yox idi. Çox sağ olun doktor. Özü qeyd eləmək lazımdır ki, qızlarım hamısı təbii yolla həmlə qalıblar. Evet. Təbriklər, gözümüz aydın olsun. 5 illik Pakistan çəkirdim. Bir yarım sizin sayənizdə müalicə götürdüm. Mən də bugün hamilə qaldım. Bugün çox sevinirəm. Bəli. Hamısı sizin sayənizdə, çox sağ olun. Bugün ilk dəfə ürək vurusunu gördük. Bəli, bəli. İnşallah mən də axıra çıxaram, qucağımın balamı alaram. İnşallah, inşallah. Təbrik edirəm. Bizim Gövhər qızımız da endometrial polip idi. Bəli, Bir də zəif folikullardan əziyyət çəkirdim. Şükür ki, sizin sayənizdə 9 ay müalicə nəticəsində hamiləlik baş verdi. 6 həftəyə çatdı, şükür. Yəni ürək döyüntüsünü gördüm. Şükür ki, bu günlərim ürək döyüntüsündə eşitdik. Çox sağ olun. Əlləriniz, qollarınız var olsun. Allah sizdən razı olsun. Çox sağ olsun. İnşallah axıra kimi çatar. Amin. 8 il sonsuzluqdan əziyyət çəkirdim. Məndə də böyük problemlər vardı. Ən əsası borular bağlı idi. Boruları müalicə elədiniz, açdınız. Şükür, indi hamiləyəm. Təbii, düzgün müalicə nəticəsində hamiləyəm. 24 həftəyə çatmışıq. İnşallah sağ-salamat qucağımıza alarıq körpəmizi. İnşallah. Sizə çox minnətdaram. Çox sağ olun doktor. Sizin sayənizdə bu sevinci biz yaşayırıq. Təbriklər, gözümüz aydın. Hamiləliyimiz ilk gündən həm riskli, həm problemli keçsə də sağ olsun doktorum sayəsində 37-ci həftəmizə çatmışıq. Yaxşı ki varsınız, yaxşı ki sizi tanıdım. Çox sağ olsun. 9 ildir sonsuzluqdan əziyyət çəkirdim. Polikistos problemi, hormonlarında problem, borular bağlı idi. Emrə xanımın yanına gələndə 5 kurs müalicə aldım və Emrə xanımın müalicələri düzgün diaqnozu nəticəsində əkiz hamiləlik oldu. Düzdür, hamiləliyim çox çətin keçir. Amma buna baxmayaraq, yəni 18-ci həftəyə çatmışıq və inanıram ki, sona qədər sizin sayənizdə çatacağam. İnşallah, inşallah. Endometrioz kistadan əziyyət çəkirdim. 3 dənə iri endometrioz kistam var idi və aşağı AMH idi məndə. Bir kurs müalicə ilə tez zamanda hamilə qaldım. Elmira xanımın düzgün diaqnozu müalicəsi nəticəsində. Çox sağ olun doktor, sizə təşəkkür edirəm. İnşallah hamı sağ-salamat qucağına alar. Amin, inşallah. Bu mənim ikinci hamiləliyimdir doktorun sayəsində. Birinci övladımda sağ-salamat, nəticə problemlərindən dünyaya gətirdiniz. İnşallah ki, bunu da sağlığına qucağıma alaram. Siz mənim övladlarımın ikinci anasısınız. Hər şey üçün təşəkkür edirəm. Çox sağ olun. Mən də çox sevinirəm, çox xoşbaxtım. Üzümüz gülür, həmişə gülsün, axıra kimi sevinək və körpələrlə sizi yola salaq. Sağ olun.